Deməli, tərəflər razılığa gələ bilməyiblər. Trumpın planı tam olaraq qəbul olunmadı. Yəni, məlum olduğu kimi 28 bəndlik belə deyək ki, həlli variantı Qərbin də təzyiqləri ilə endirildi, onun sayı da azaldı, bir sıra müddəalar oradan çıxarıldı və belə olan halda Putin də yeni təklif olunan o layihəni qəbul eləmədi və hətta Qərbi müharibəni davam elətdirməkdə ittiham elədilər, bundan güclü sui-istifadə etməkdə Rusiya qarşı qorxunc bir təbliğatın aparılmasında ittiham elədi və ilaxır və s. Yəni bunlar onu göstərir ki, əslində bu planı Moskva pozdu. Moskvanın iddiaları daha genişdir və əgər Qərb dəqiq bilsə ki, dəqiq arxayın olsa ki, tutaq ki, indi verilən o planla, həlli planla Rusiya qane olacaq və bundan o tərəfi baş verməyəcək, o zaman Qərb də bu güzəştlərə gedə bilər. Amma Qərb Moskvadan arxayın deyil, əmin deyil ki, sonraki etaplarda onun iddiaları hara qədər olacaq, o daha hansı əraziləri, hansı geopolitik güzəştləri tələb eləyəcək və bu baxımdan da görünür həlli razılaşdırılması mümkün olmayan detallar üzərində ilişilibdir məsələ. Əli müəllim, deməli Vladimir Putinin bir tapşırığı olub qış döyüşləri ilə bağlı, təchizat baxımından, təminat baxımından, ayrılan pullar baxımından konkret hansı addımlar atılmalıdırsa, kəskin tapşırığını verib. Yəni, qış döyüşlərinə hazır olmaqla bağlı. Bu da müəyyən dərəcədə proqnoz etməyə əsas verir ki, Rusiya-Ukrayna münaqişəsi bu qış ən kəskin dövrünü yaşayacaq. Bir tərəfdən də Zelenskinin istefası xəbərləri yayılmaqdadır. Əgər döyüşlər davam edəcəksə, müharibə bitmirsə, Zelenskinin istefa verməyinə bir səbəb var, ya yox? Zelenskinin istefa məsələsi xüsusən də korrupsiya qalmaqalından sonra aktuallaşdı. Yəni, məlum olduğu kimi çox böyük maliyyə yeyintiləri, maxinasiyaları üzrə çıxdı. Bu, təbii ki, Zelenskinin komandasında və onun özündə ciddi problemlər yaratdı. Onun nüfuzuna da, onun danışıqlardakı mövqeyinə də mənfi təsir göstərdi. Amma mən zənn eləmirəm ki, indiki məqamda, yəni Ukraynanın prezidenti öz postunu tərk eləsin. Amma bununla belə Rusiyanın da baskıları əsasən hədəflərə qış mövsümündə nail olmaq. Çünki qarşıda çox mürəkkəb bir şəraitdə olacaq bir dönəm gəlir. Belə bir halda, belə bir şəraitdə döyüş əməliyyatlarını, hərbi əməliyyatları aparmaq heç də asan deyil. Amma bununla belə qarşılıqlı olaraq hər iki, istər Ukrayna olsun, istər Rusiya olsun, enerji sektoruna ağır zərbələr endirilir və bu da qışda hər iki dövlət üçün ciddi problemlərin yaşanacağına ehtimal verir. Belə deyək ki, qışdan çox çətinliklə çıxacağını göstərir. Faktiki olaraq Putin çalışır ki, irəliləyişə nail olsun. Çünki zaman keçdikcə daxildə də problemlər artır. Daxildə də baxmayaraq ki, onu hansısa bir zorakılıq yoluyla, hansısa bir baskılarla bunu boğa bilər. Ancaq getdikcə müharibənin uzanması ölkə iqtisadiyyatına, ölkənin siyasi, sosial vəziyyətinə mənfi təsir göstərdiyindən bu narazılığın artma ehtimalından da Kreml narahatdır. Ona görə də çalışılır ki, ən azından müəyyən uğur qazana bilsin ki, Qərbə də bunu göstərə bilsin və növbəti etaplarda, növbəti danışıqlarda əlinin güclü olduğunu diktə edə bilsin. Əli bəy, deməli Marco Rubio, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Fox News-a danışıb, belə bir açıqlama verib ki, Ukrayna danışıqlarında ən mübahisəli məsələlərdən biri Donetskin Ukrayna nəzarətində olan 20% ərazisidir. Bu da onu deməyə əsas verir ki, Rusiya 20%-i də istəyir əslində Ukraynadan. Hazırda problemin həll olunması üçün çalışdıqlarını vurğuladılar. Belə bir məqamda, belə bir gərgin şəraitdə Ukrayna Donetskin 20%-ni də verə bilərmi Rusiyaya? Bu bir. İkincisi, ora çox strateji yer hesab olunur. Yəni, həmin ərazilərin də verilməsi bir çox istiqamətlərə qapıları açır anlamına gəlir. İndiki mövcud şəraiti necə dəyərləndirmək olar? Mən o fikirdən o qədər də belə deyək ki, razılaşmaq istəmirəm ki, məsələ təkcə 20%-dən gedir. Bu, əslində Rusiyanın istədiyi ərazilər çox strateji ərazilərdir. Yəni, burada belə deyək ki, Ukraynanın iqtisadiyyatının şah damarı deyə bilərik. Çünki iqtisadiyyatı da, resursları da daha çox ərazilərdə cəmləşibdir. Yəni, bu o demək ki, gələcəkdə əgər bu müharibə qutararsa, Ukraynanın
yenidən dirçəlməsi üçün lazım olan o resurslar da iqtisadi bazadan da məhrum olması anlamı yaradır. Amma mən hesab eləmirəm ki, Rusiya bununla kifayətlənəcək və müharibə dayanacaq. Rusiyanın iddiaları daha böyükdür. Burada bayaq da vurğuladığımız kimi bəs Ukraynanın gələcək təhlükəsizlik məsələsi necə olacaq? Bunun təminatını kim verəcək? Bunu qarantör olan dövlətlər kimlər olacaq? Və biz indiyə qədər bizə məlum olan odur ki, Birləşmiş Ştatlar Ukraynanın davamlı təhlükəsizliyinə zəmanət vermir. Bu da ciddi sorunlar yaradır. Eyni zamanda Ukraynanın hərbiləşdirilməsi məsələsi Rusiya üçün aktual olur. Yəni bütün bunların hamısı kompleks problemlərdir və güzəştlər də həddindən artıq ağır olduğundan bu qəbul olunmaz bir vəziyyət yaradır. Eyni zamanda biz bayaq da vurğuladığımız kimi Qərbin də maraqları burada nəzərə alınmalıdır. Təkcə Birləşmiş Ştatlarla Rusiya öz aralarında sövdələşmə apara bilməzlər. Bu ən çox bu müharibənin nəticələri Qərbə daha çox təsir edəcəkdir.